Qaranlıq psixologiyada emosiyalar. Qaranlıq psixologiyanı başa düşmək üçün hər şeydən əvvəl anlamalı olunan ən əsas prinsip emosiyalar və duyğulardır. İnsan başqalarını idarə etməyi bacarmaq istəyirsə, duyğularını digər insanlara necə təsir etdiyini, nəyə görə bizdə bu duyğuların olduğunu və onları necə yönləndirməyin mümkünlüyünü anlamalıdır. Bunun çox vacib bir səbəbi var. Emosiyalar motivasiya yaradır. Onlar hər şeyi hərəkətə gətirən qüvvədir. İnsanın necə hiss etdiyini anladıqda, öz davranışının onların hisslərinə necə təsir etdiyini də görə bilərsən və bunu dərk etdikdə öz davranışını bilərəkdən elə dəyişə bilərsən ki, qarşındakı insan istədiyin reaksiyaya yansın. Nə qədər çox insan hisslərini idarə edə bilsən, bir o qədər də onların düşüncə və davranışlarına nəzarət edə bilərsən. Çünki düşüncə, hiss və davranış bir-birindən ayrılmayan sonsuz bir dövr yaradır. Düşüncələr hissləri formalaşdırır. Hisslər davranışlara təsir edir və davranışlar isə öz növbəsində düşüncələri doğurur. Emosiyalar nədir? Nəzəri baxımdan emosiyalar izah etmək çox asandır, amma onlar çox müxtəlif formaya sahib ola bilər. Bütün emosiyaların bəzi ümumi xüsusiyyətləri vardır. Xüsusilə 3 əsas cəhət onları müəyyənləşdirir. Emosiyalar təbiidirlər. Emosiyalar refleksivdirlər. Emosiyalar instinktivdirlər. Təbii olmaları. Çünki emosiyalar öz-özünə yaranır. Onlar minilliklər boyu təkamül nəticəsində formalaşıb və həyatın daha mürəkkəb hala gəldiyi zaman yaşamaq qabiliyyətini qorumaq üçün yaranırlar. Refleksivliyi. Çünki onlar ətraf aləmə reaksiya kimi baş verir. Əgər heç bir hadisə və ya stimul yoxdursa, emosiyalar sabit qalır, dəyişmir. Amma ətrafda baş verənlər hisslərimizi müsbət və ya mənfi istiqamətdə yönəldə bilər. Məsələn, əgər kimsə səni incitsə, bu kədər, qəzəb və ya qorxu kimi mənfi hisslər yarada bilər. Bu hisslərin hər biri müəyyən vəziyyətdə sənin yaşama şansını artırmaq üçün yaranır. Kədər başqalarına dəstək almağa kömək edir. Qəzəb özünü müdafiə etməyə kömək edir. Qorxu təhlükədən qaçmağa şərait yaradır. Yəni emosiyalar refleksiv olduqları üçün insanların sağ qalma ehtimalını artırmaq məqsədi daşıyır. İnstinktiv. Çünki onlar avtomatik şəkildə yaranır. İnsan bu hissləri formalaşdırmaq üçün düşünmür. Onlar şuur altında baş verir. Bu insan zehninin iki fərqli prosesə sahib olması ilə izah olunur. Implicit, yəni avtomatik, şuursuz düşüncə prosesi, instinktiv qərarlar və emosiyalarla bağlıdır. Eksplicit, idarə olunan rasional düşüncə prosesi, şuurlu öyrənmə, qərar vermə və analiz üçün məhsuldur. Emosiyalar impulsiv sistemə aiddir. Onlar öz-özünə yaranır və rasional düşüncənin məhdudiyyətlərinə tabe olmurlar. Məhz buna görə də onlar çox qeyri-sabit və dəyişkəndir. Emosiyalar müxtəlif xarici amillərdən asılıdır. Günün gedişatı, yediyin yemək, əhvalın, səslər, insanlar və s. Bütün bunlar sənin hisslərini dəyişə bilər. Niyə bizdə emosiyalar var? Baxmayaraq ki, emosiyalar bəzən dəyişkən və idarə olunmaz olur, onlar çox vacib bioloji məqsədi vardır. Əgər onlar vacib olmasaydı, minilliklər ərzində bu qədər müxtəlif canlı növləri inkişaf etməzdilər. Yüksək beyin fəaliyyətinə malik bir çox heyvan növündə emosiyalarla bağlı beyin sahələri müşahidə olunur. Bu təkcə insana xas deyil. Emosiyaların iki əsas funksiyası var: yaşamaq, sağ qalmaq. 2. Qrup daxilində ünsiyyət. Emosiyalar refleksivdir. Ətrafdakı dünyaya instinktiv reaksiyadırlar və bu həyatda qalmaq məqsədi daşıyır. Çünki onlar insanı hərəkətə gətirir. Emosiyalar bizi müəyyən davranışlara sövq edir. Yaşamaq, təhlükədən qaçmaq, nəsli davam etdirmək üçün. Məsələn, əgər qorxursansa, bədən mübarizə və qaçış vəziyyətinə keçir. Əgər xoşbəxtsansa, həmin davranışı təkrarlamaq istəyirsən. Çünki bu sənin ehtiyaclarını ödəyir. Yəni emosiyalar həm motivasiya, həm də istiqamətverici siqnal rol oynayır. Digər tərəfdən, emosiyalar ünsiyyətin ən vacib hissəsidir. Onlar vasitəsilə biz hisslərimizi başqalarına ötürürük. Sözlə deyil, bədən dili, jestlər və mimika ilə. Əgər kimsə qəzəblidirsə, bu sərhədin pozulduğunu işarədir. Əgər kimsə kədərlidirsə, bu dəstək ehtiyacını göstərir. Əgər kimsə sevinclidirsə, bu hər şeyin qaydasında olduğunu bildirir. Beləcə insanlar bir-birinin duyğularını oxumağı və öz davranışlarını ona uyğun tənzimləməyi öyrənirlər. Bu iki mexanizm, emosional siqnal və reaksiya, insan növünün sosial şəkildə yaşamasını, bir-birini anlamasını təmin edir. İnsan təbiəti etibarilə sosial varlıqdır. O başqaları ilə ünsiyyətdə olmalıdır ki, həm xoşbəxt, həm də sağlam həyat sürsün. 7 əsas emosional kateqoriya. Bizdə onlarca fərqli emosiyalar var. Məsələn, sevinc və ya həyəcan bir-birinə bənzər, amma tam eyni deyil. Eynilə kədər və məyusluq da fərqlidir. Bütün emosiyalar ayrıca təsvir etmək əvəzinə alimlər onları 7 əsas universal hiss altında birləşdiriblər. Bu 7 emosiyanın hər biri dünyanın bütün mədəniyyətlərində tanınır və hər birinin xüsusi mimik ifadəsi var. Hətta anadan gəlmə kor insanlar belə bu duyğuların mimikasını göstərirlər. Deməli, bu hisslər bəşəriyyət üçün universaldır. Bunlardan birincisi qəzəb. Qəzəb insana qarşı haqsızlıq edildikdə və ya onun sərhədləri pozulduqda yaranır. O müdafiə və qorunma davranışını aktivləşdirir. Bu hiss dayan, çox irəli getdin siqnaldır. 2. Qorxu. Təhlükə anında yaranan hissdir. Bədən dərhal döyüş və qaçış rejiminə keçir. Qorxu insana özünü qorumaq və təhlükədən uzaqlaşmaq imkanı verir. 3. İkrah. İkrah bir şəxsə və ya vəziyyətə qarşı dərin nifrət və etimadsızlıq hissidir.
adətən qarşı tərəfin səmimiyyətinə və ya dəyərlərinə inamsızlıqdan yaranır. Bu hiss etimad ehtiyacını ifadə edir. 4. Ürəkbulanma, iyrənmə. Ürəkbulanma insanın sağlamlığına və mənəviyyatına təhlükə yaradan bir şeyə reaksiyasıdır. Bu həm fiziki, məsələn çirkli qida, həm də mənəvi etik pozuntu ola bilər. Bu hiss insanı bundan uzaq dur mesajı ilə qoruyur. 5. Sevinc, xoşbəxtlik. Xoşbəxtlik insanın doğru istiqamətdə olduğunu göstərən hissdir. Bu ehtiyacların ödənildiyini və vəziyyətin təhlükəsiz olduğunu bildirir. Xoşbəxtlik bədəni müsbət davranışa təşviq edir. 6. Kədər. Kədər içki və ağrı zamanı yaranan hissdir. Bu zaman insan özünə çəkilir, tənhalaşır və sağalmaq üçün emosional dəstəyə ehtiyac duyur. Kədər, yardım və anlayış lazımdır siqnalıdır. 7. Təəccüb. Təəccüb gözlənilməz bir hadisə baş verdikdə yaranır. Bu hiss diqqəti artırır və insanı vəziyyəti anlamağa yönəldir. Bu 7 emosiyanın hər biri insanın fiziki, emosional və sosial davranışına birbaşa təsir göstərir. Onlar həm bizi birləşdirir, həm də manipulyasiya üçün ən güclü vasitəyə çevrilə bilər. Və kim bu 7 duyğunu anlamaq bacarırsa, o qaranlıq psixologiyanın mahiyyətini də dərk edir. Bu kimi maraqlı bilgilər üçün, maraqlı podkastlar üçün izləməyə davam edin, abunə olmağı unutmayın. Dinlədiyiniz üçün təşəkkürlər.